Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Qızıl yeni rekord səviyyədə. Yanvarın 23-dür və qızıl 4967-lərə qədər qalxdı. Həftənin əvvəlində biz nə çox nə az $500 bir qalxış haqqında proqnoz verdi. O qalxışın artıq $300 qət edib. Yəni yerdə qalan $200. Əslində belə baxanda biz 5193-lərə qədər demişdik. İndi bundan sonraki hədəflər isə hazırki vəziyyətdə deməli qiymət 4990-94-lərə kimi, ondan sonraki hədəf isə 5020-lərə kimi, sonra 5043-lərə kimi yüksəlməsi, eyni zamanda 5068 və yavaş-yavaş yuxarı doğru istiqamətlə davam edəcək. Yəni korreksiyalar yəni satış əməliyyatları üçün bugün üçün, yəni yerli saatdan saat 11-dən sonra enişlər müşahidə olunacaq. Yəni əsasən də 4935-dən aşağı formalaşsa satış əməliyyatlarına siqnal olacaq. Bu da yəni ən azından bir $30-40 bir enişlə, korreksiya ilə nəticələnər. Dünən siqnal kanalında biz verdiyimiz sonuncu 4835-dəki alış əməliyyatları mükəmməl bir nəticə verdi. Və Bitcoin-ə gəldikdə isə Bitcoin bugün yenidən qalxışlar üçün təbii ki baş və çeyin modelini yaratsa 90.450-lərdən alışlar gələcək.